Salam uşaqlar. İndi mən sizə adjective relative clauses-in izahını verəcəm. Deməli, gəlin birinci suala başlayaq. Ən birinci nəyə baxırıq? Fikir versəniz, burada hər birində həm bağlayıcı var, həm də xəbər var. Deməli, ən birinci bu bağlayıcı varsa, that, which, bu bağlayıcılar varsa, əvvəldə duran ismə baxırdıq. Way, yol deməkdir, cansızdır, düzdürmü? Deməli, bizə lazımdır that və which. İsimdən sonra what gəlməz. Way də yol deməkdir. Yer bildirən söz deyil. Obyekt bildirən söz. Ona görə way-əni də çıxırıq. Qaldı digərləri A, B və Y variantı. İndi sonra nəyə baxırıq? Bizə bir dənə də xəbər verib, düzdürmü? Baxıram, ismim təkdir. Təkdirsə, xəbərim də tək olmalıdır. Yəni, lead olmalıdır Y variantı. Burada lead cəmdir, bu da cəmdir. Doğru cavab Y variantı. Baxaq məsələn 2-yə. Eyni şəkildədir. Stories cansızdır və cəmdir. Deməli, baxırıq burada isimdən sonra what gəlməz və birbaşa xəbər gəlməz. Bu əvvəldə bağlayıcı olmalı idi. Necə ki, baxın burada məsələn that var, whose var. Bağlayıcı olub sonra xəbər verməli idi. Birbaşa xəbər olmaz. C variantında whose'un qaydası bilirdik ki, whose'dan sonra isim gəlməli idi. Xəbər gəlib. Qaldı A və B variantı. Which və Z cansızlarla hər ikisi işlənir. Onda baxırıq mübtəda xəbər uzlaşması. Yəni bilin ki, bu mübtədamızdır, cəmdir, bu da cəmdir. Olmalı idi A variantı həz təkdir. Sonra gəlin bir dənə də 3-ə baxaq. Burada da mən kişidir, yəni şəxsdir. Şəxslərlə də who işlənir. Düzmü? Who, Z. Gəlin baxaq, which-i çıxaq. Digərləri qalsın. 1, 3, 4. İndi gəlin, məsələn 4-ə baxaq. Çünki 1, 3 doğrudur. İndi deyəcəm niyəsin. 4-ə baxın. Bağlayıcı, sonra köməkçi gəlib, mübtəda xəbər gəlib. Səhvdir. Burada köməkçi əvvələ keçməzdi. Qaldı 1 və 3. Y variantı. Burada da görürük, baxın, who bağlayıcıdır. Bu mübtəda idisə, bu da xəbərdir, bu da tamamlıqdır. Ya da ki, indi məsələn burada baxın, demişdim ki, tamam bağlayıcı gəlməli idi, sonra xəbər. Amma cümlə, yeni cümlə başlayırsa, baxın, mübtəda xəbər başlayırsa, bağlayıcısız ola bilər. Mübtəda xəbər, yeni cümlə başlayırsa, bağlayıcısı ola bilər. Digər hallarda mütləq bağlayıcı olmalıdır. Sonra hansıdan baxaq? Hamısı eyni formada da. Gəlməsən, bura baxaq. Main points, əsas nöqtələr, əsas hissələr. Məsələn, isimdən sonra what gəlməz. Bu zaman bildirən söz deyil. Əsas hissələr deyəndə, əsas məqamlar deyəndə obyekt bildirir də. Zaman bildirmir. Zamanı V ilə işlədirik. Yeri where ilə işlədirik. Cansızları which, zətdən, canlılarda who, whom, whose bunlarla. Whose cansızlarla da işlənir. Why da reason sözü ilə işlənir çox vaxt. Reason, səbəb bildirəndə. Qaldı C və D. Whom da canlılarla işlənirdi, şəxslərlə işlənirdi. Qaldı C variantı. Bu formada. Bir dənə də nəsə deyəcəkdim. Bir dəqiqə xatırlayın. Where və which. Bunun əslində bir dəfə sizə danışmışam bu haqda. Where, which, bunlar. Burada nədir məsələ? Bəzi sözlər var ki, həm obyekt kimi işlənə bilir, həm yer bildirən söz. Məsələn, ev sözü. Həm bina kimi götürsə obyektdir, içində yaşayırıqsa funksiyasını bildirirsə, yer bildirən sözdür. Bəs bunu cümlədə necə ayırırıq? Baxın, bu bağlayıcı yazılır və bağlayıcı. Bağlayıcıdan yazılan sonraki hissəyə, Z-yə, yəni orada sözünü artıra bilirsinizsə, cavab V-yədir. Yox, artıra bilmirsinizsə, cavab which-dir. Yaxşı, məsələn, deyirəm ki, ev hansı ki, mən içində yaşayıram. Deyə bilərəm də, ev hansı ki, mən orada yaşayıram. Orada deyə bilirəmsə, V-yədir. Amma desəm ki, ev hansı ki, qırmızıdır. Desəm ki, ev hansı ki, qırmızıdır, ora düz gəlmir, gördünüz. Artıq onda which olur. Bu qədər.